Hörmətli, Gələcəyin İşığı FM-in radionun dəyərli dinləyiciləri, əziz müəllimlər və hörmətli şagirdlər, sizə salamlarımı çatdırıram. Bugünkü verilişimizdə möhtəşəm bir şəxsiyyət Memar Cəmil Naxçıvani haqqında danışacağıq. Məktəbimizin radio studiyasından Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosundan sizə çatdırıram. Verilişimizi aparan 6-5 sinif şagirdi Əzli Xədicə. Bugünkü mövzumuz Memar Cəmil Naxçıvani Mədəniyyət Körpüsü, memarlıq simvolu və gələcəyə ilham qaynağı adlanır. Məqsədimiz təkcə tarix faktları təqdim etmək deyil, eyni zamanda bu böyük sənətkarın həyatından və əsərlərindən çıxarılan dəyərlər vasitəsilə biz gənclərə, cəmiyyətə motivasiya verməkdir. Memar Cəmil Naxçıvani orta əsrlərdə yaşamış, Azərbaycan memarlıq tarixinin incilərindən biri sayılan bir ustadır. Adı Əcəmi ləqəbi ilə tanınsa da, onun əsərləri, memarlıq görüşü və sənət verdiyi irs bizi bu böyük şəxsiyyəti dərk etməyə çağırır. Naxçıvani isə göstərir ki, onun mənşəyi Naxçıvan torpaqlarına bağlanır və bu bölgənin memarlıq ənənələri ilə əlaqəli ola bilər. Tarixi mənbələr göstərir ki, Memar Cəmil orta əsrlərdə İslam memarlığının yüksəliş dövrlərində fəaliyyət göstərmiş, müxtəlif mərkəzlərdə, xüsusilə Şərq və İran bölgələrində öz sənətini ortaya qoymuşdur. Onun fəaliyyəti 12-13-cü əsrlərə düşür və bu dövr memarlıq, incəsənət və mədəniyyətin çəkləndiyi zamanlardan biridir. Əsərlərinə baxdıqca, onun sadəcə tikinti ustası olmayıb, bir vizyonu, memarlıq fəlsəfəsi və ince estetika anlayışı olan yaradıcı olduğunu görürük. Bu şəxsiyyət həm texniki məharət, həm də ruhani dərinlik tələb edən bir sahədə var olmuş, memarlığın yalnız divar və qüllə məbədlər deyil, həm də cəmiyyətin, mədəniyyətin ifadəsi olduğunu göstərmişdir. Memar Cəmil Naxçıvaninin əsas irsi onun layihələndirdiyi tikililər və memarlıq detallarla zəngin ornament işlərdir. Bugün onun əllərindən çıxan əsərlər biznes mərkəzlərindən uzaq olsa da, tarixi sənət və arxeoloji tədqiqatlar vasitəsilə onlar haqqında çoxlu qeydlər vardır. Onun memarlıq üslubu İslam memarlığının ən gözəl və zəngin ifadələrini daşıyırdı. Tağlı tonqaclar, qövslər, sütun başlıqları, zərif ornamentlər və kitabə yazılar. Memar Cəmil əlindən bəzək elementlərindən ilham alaraq əsərlərini ruhlandırırdı. Onun layihələrində simmetriya, məntiqi struktur, harmonik, proporsiya anlayışı xüsusi yer tuturdu. Bir çox tarixçilər onun əsərlərindən birinin məşhur Memar Cəmil türbəsinin onun imzası sayaraq Memar Cəmil məscid qüllələri, məqbərələr və digər tikillər üzərində işlədiyi irs kimi təqdim edildilər. Üstəlik Memar Cəmil, Kuşitbanu Natəvanın digər mədəni şəxsiyyətlərin memarlıq nəzəriyyələrində, sənət xatirələrində xatırlanır. Əsərlərində həm estetik gözəllik, həm funksionallıq, həm də yerin relyefinə uyğunluq bir arada olunmuşdur. O tikilləri sadəcə fiziki varlıq kimi yox, həm də mənəvi ötürücülər kimi nəzərdə tutmuşdur. Memarlığı cəmiyyətin ruhunun ifadəsi, düşüncəsinin göstəricisi və mədəniyyətin daşıyıcısı kimi qəbul edirdi. Memar Cəmil dövründə İslam dünyasında memarlıq ənənələri ilə zəngin idi. Qafqaz, İran, Orta Asiya və Anadolu bölgələrində memarlıq elementləri bir-birinə təsir göstərirdi. O dövrdə tikinti materialları, daş, kərpic, xüsusi bərkitçi qarışıqlar və ornamentlər memarların əllərində şəklini tapmışdı. Azərbaycan memarlığında bu dövrdə məscidlər, mədrəsələr, türbələr, karvansaralar, körpülər və hamamlar xüsusi rol oynayırdı. Memar Cəmil kimi ustalar bu tikillərə həm funksional, həm də simvolik məna qatırdılar. Məsələn, məscid minarələri göyə yüksələn işarə kimi qəbul edilirdi. Kübbələr isə səmavi vahidlik anlayışını əks etdirirdi. Memarlıq əsərləri yalnız tikinti planı və strukturdan ibarət deyildi. Onlar rəssamlıq, güravur ornament və kitabə elementi ilə zənginləşdirərək dini fəlsəfi və poetik məna daşıyırdı. Memar Cəmil bu
bu aspektlərə xüsusi diqqət yetirmişdir. Tarix boyunca bu əsərlər zaman-zaman zərər görə bilmiş, bərpa və restorasiya işləri ilə yeniden dirçəldilmişdir. Bugün bizim regionda, geniş İslam mədəniyyəti regionunda Memar Əcəminin ideyalarının bariz təsiri hiss olunur. Memarlıq detallarında, ornamentlərdə, məscidlərdə, naxışlı sütunlarda və fasad işləmələrində Memar Əcəminin ideyalarının mirası yalnız tikəllər üzərində qalmayıb. O memarların gələcək nəsillərinə memarlıq düşüncəsinin, texniki biliyin, estetik ideyanın ötürülməsinə də rol oynamışdır. O şəxsiyyət kimi qəbul, həm də ustad, həm müəllim, həm yaradıcı, həm də mədəniyyət daşıyıcı kimi qəbul edilirdi. Memar Əcəmi yalnız sənətkar deyildi, o həm də mühəndis, riyaziyyatlı düşüncə sahibisi idi. Struktur hesablamalarını, material xüsusiyyətlərini nəzərə alaraq layihələrini hazırlardı. Bu yanaşma bizə göstərir ki, incəsənət və elm ayrılmazdır. Onun üslubu fars, türk, ərəb ornamentləri və memarlıq ənənələri ilə qarşılıqlı təsiri açıq idi. Bu göstərir ki, mədəniyyətlər arasında əlaqə və mübadilə inkişafın mənbəyidir. Biz də dünyaya açıq olmalı, öz mədəniyyətimizi təqdim etməliyik. Bu beş dəyər yalnız nəzəri janr deyil, biz onları məktəb həyatımızda tətbiq etməliyik. Sinif layihələrində, tədbirlərdə, mədəniyyət dərnəklərində, dekorasiya və hisslərimizin ifadəsində. Əziz dinləyicilər, bugün Gələcəyin İşığı FM-in radyo dalğalarında Lənkəran rayonu Yuxarı Lüvədi kənd tam orta məktəbinin radiosu olaraq Memar Əcəmi Naxçıvani mövzusunu sizlərlə birlikdə araşdırdıq. Mən Xədicə Əzizli ümid edirəm ki, bu veriliş yalnız informativ olmayıb, həm də ürəyinizə toxunan, sizi yeni düşüncələrə sövq edən bir ilham mənbəyi olmuşdur. İnanıram ki, bugünkü mövzumuz Memar Əcəmi bizə göstərir ki, sənət və elm ayrılmazdır. Memarlıq təkcə daş və kərpicdən ibarət deyil, mədəni kök, estetika dəyərləri sistemidir. Bizim gənc nəslin vətənə, milli mədəniyyətə bağlılığı, məsuliyyəti və estetik zövqü Memar Əcəminin mirası ilə daha da möhkəmlənməlidir. Dəyərli müəllimlərimiz və şagird dostlar, gəlin bu mirası unutmayaq. Gəlin Memar Əcəminin ruhlanaraq öz kiçik layihələrimizdə, məktəb həyatımızda onun prinsiplərini yaşadaq, gözəlliyi, incə zövqü və elmə yanaşmanı həyatımıza gətirək. Bu radio verilişlərində, məktəb fəaliyyətlərində, dərnəklərdə onun ornament dünyasını, memarlıq düşüncəsini yenidən canlandıraq. Sonda bütün dinləyicilərimizə təşəkkürümü bildirirəm. Sizə uğurlar, ilham dolu günlər arzulayıram. Növbəti verilişimizdə yenidən görüşmək ümidi ilə. Sağ olun, Gələcəyin İşığı FM sizinlədir.